Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən OTK Biologiya 20 sınaq test toplusundan 11-ci sınaqdan 19-cu sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, vələmirin və qarğıdalının süpürgə çiçək qruplarında bərabər sayda çiçək var. Bu çiçəklərdə cəmi 30 erkəkçik olarsa, onların rüşeyin kisəsində mayalamada bilavasitə iştirak etməyən hüceyrələrin sayı nə qədər olar? Əvvəlcə vələmirin, yəni taxılar fəsiləsinə aid olan bitkinin çiçək qrupunu yazmaq istəyirəm. Yəni düsturunu yazmaq istəyirəm. 2 çiçək pərdəsi, 2 çiçək pulcuğu, erkəkcik 3, dişicik 1 olur. Amma qarğıdalı bu düstura tabe olmur. Qarğıdalıda süpürgə çiçək qrupu başqa, qıça çiçək qrupu başqa düstura malikdir. Mən süpürgə çiçək qrupunun düsturunu yazıram qarğıdalıda. 2 çiçək pərdəsi, 2 çiçək pulcuğu, 3 erkəkcik, dişicik isə 0-dır. Sonra bizdən bu çiçəklərdə cəmi 30 erkəkcik varsa, hərəsində də 3 erkəkcik olduğu üçün 30-u bölürəm 3-ə, cəmi 10 çiçək olduğunu tapıram. Və məsələ şərti deyir ki, bu çiçəklər bərabər saydadır. Yəni 5-i vələmirə aid çiçəkdir, 5-i isə qarğıdalının süpürgə çiçək qrupuna aid çiçəkdir. Sonra burada rüşeyin kisəsində mayalamada iştirak etməyən hüceyrələrin sayı nə qədər olur? Onsuz da burada, yəni qarğıdalının süpürgə çiçək qrupunda dişicik 0 olduğu üçün bu çiçəklərdə mayalanma getməz və mayalamada iştirak etməyən hüceyrə də olmaz. Amma 5 vələmir çiçəyində 5 çiçək varsa, hər çiçəkdə 5 hüceyrə mayalamada iştirak etmir. Bunun üçün biz 5-i vururuq 5-ə, tapırıq ki, mayalamada iştirak etməyən hüceyrələrin sayı 25-ə bərabərdir. Yəni, doğru cavabımız olur A variantı.